Biz İmam Hüseyin Əleyhisselamı meydanda tək qoymamışıq və o zaman olsa qoymayacaq da inşallah. İmam zamanı da qoymayacaq. Kör-körana təqlid çoxluğun arxasıca getmək. Mənim sosial şəbəkədə bir nəfər hissə videolarından toplamışdı, paylaşmışdılar. Mənim də öz qabağıma çıxır da ola. Baxışı da çox olmuşdu. Birinin yorumlarına baxıram, hamısı pisləyir. Bir ayaq söz deyən yox deyir, hamı pisləyir. Sonra bir dənə başqası çıxır qabağıma, onun da çox baxışı var. Orada da hamısı tərifləyir. Bir dənə pisləyən yoxdur. O pisləyənlərin içində baxıram, profillərin mömin də var, ha. Mömin də var. Bu mömin də. O açıb zülmət qapısını üzünə. Mömin kör-köranəçi olmayacaq. Mömin ağıllı olacaq. Kör-körana təqlid eləməyəcək. Kör-körana kütlənin dalsızca getməyəcək. Mömin zəkidir, hesablayar addım atar. Əks təqdirdə heç bilmərik, İmam zaman zuhur eləyər, görərik, hamısı bir dənə daş götürür, biz də bir daş götürərik. Sonra da bilərik ki, imam imiş ya bu. O küfədən qayıdanlar ki, o İmam Hüseyin hadisəsindən sonra hacı, nə qədər ağlayanlar var idi. Onların bir qismi sonradan təvvabin oldular. Bilirsiniz təvvabin nədir? Bir dənə təvvabin hərəkəti oldu ki, İbn Ziyada qarşı onlar qalxdılar, ağ kəfən giyindilər, xəncər əllərində, qılınc əllərində öz başlarına vurdular qılıncı, qan içində elədilər o ağ paltarı, zirəksiz girdilər döyüşə, təvvabin yəni tövbəkarlar. O elədikləri hərəkətə tövbə elədilər də güya. Hemen oradaydılar, Kərbəla'daydılar orada. Ay orada gedək İmam Hüseyin'e qoşulaydın da. Hamısını İbn Ziyad öldürdü. İndi bu günlərdə var ha, belə adamlar var. Biz elhamdülillah bu ölkədən yığışırıq, şükür Allaha. O nə olsun, başqa ölkələrdən də yığışsın. O başa gəlmə vurmaq var ha. Oradan qalıb o. Biz təvvabın deyilik, biz tövbəkar deyilik. Biz İmam Hüseyin Əleyhisselamı meydanda tək qoymamışıq və o zaman olsa qoymayacaq da inşallah. İmam zamanı da qoymayacaq.